Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 sayılı körpələr evində qalmaqal yaşanıb. RTV Unikal istinadən xəbər verir ki, valideynlərin verdiyi məlumata görə bağçanın müdiri Aysel Alməmmədova körpələr evinə qeydiyyatdan kənar uşaqlar götürüb. Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alməmmədova bu səbəbdən qeydiyyatdan kənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses 5 gün davam edib. Valideyn isə bundan xəbərsiz olub. Elə bilir ki, uşaq bağçadadır. Sən demə uşaqlar 5 gün bağça işçilərinin evində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, güya uşaq yatıb, yemək yeyir və s. deyə əlavə edilib. Bakı Şəhər Təhsil İdarəsi ünvanlandığımız sorğuya cavab olaraq bildirilib ki, paytaxtdakı 298 nömrəli Körpələr evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq. Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yol verilməzdir. Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir, deyə sorğuda qeyd olunub. Qeyd edək ki, Alməmmədova 2017-ci ildən etibarən 298 saylı Körpələr evinin müdürüdür.